Xankəndiyə Bakıdan gəlmişəm və 2024-cü ildə 513 bal toplayaraq Qarabağ Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul olmuşam. Və mən həmişə xəyal edirdim ki, ən az həyatımın bir neçə ilinin kiçik bir hissəsi də olsa Qarabağda keçirə bilim, ən azından Qarabağın havasını uda bilim. Biz biləndə ki, Qarabağ Universiteti açılacaq və bizim orada təhsil alma şansımız var. Heç bir universiteti düşünmədən bütün abituriyent müddəti boyunca sadəcə Qarabağ Universitetinə qəbul olmaq üçün çalışdım. Nəhayət arzuma çatdım. Qarabağ Universiteti gənclik həyatımız üçün, bir tələbə həyatı yaşamaq üçün, bir tələbə üçün seçə biləcəyi ən yaxşı universitetdir. Burada yaradılan möhtəşəm tələbə həyatı, tələbələrə mülayim yanaşma, yeni dərs metodlarının istifadəsi. Yəni, heç vaxt peşman olmayacağım və xatırladıqca xatirəmdə məndə hər zaman gülümsəmə oyadacaq bir yerdir Qarabağ Universiteti. Biz burada dərsləri Avropa sisteminə əsasən keçirik. Eyni zamanda dil mərkəzində əlavə dil öyrənirik. Mən özüm kompüter mühəndisliyi ixtisasında təhsil alıram. İxtisas fənni olaraq proqramlaşdırmadan dərs alırıq. İstər proqramlaşdırma, istərsə də bütün fənlərdə müəllimlərimiz yetərincə mülayim bir yanaşma sərgiləyirlər. Belə ki, dərslərdən əlavə əgər çatışmazlıqlarımızın olduğunu düşünürlərsə, bizə əlavə onlayn dərslər ya da universitetdə əlavə saatlarla dərs keçərək bu çatışmazlıqlarımızı kompensasiya etməyə çalışırlar. Tələbələrimizə bilik vermək mənim üçün böyük şərəfdir. Qarabağ Universitetimiz artıq demək olar ki, ölkəmizin ən aparıcı universitetlərindən birinə çevrilir. Burada biz tədrisi, yeni tədris metodları ilə, müasir tədris metodları ilə, müasir tədris texnologiyaları ilə keçirik. Və bu da nəyə yönəlib? Bu da yönəlib bizim tələbələrin yaradıcılığının aktivliyinə. Universitet dərsləri bitdikdən sonra vaxtımı Dram dərnəyində, debat klubunda, bəzən də Xankəndi stadionunda dostlarımla, yoldaşlarımla futbol oynayaraq keçirirəm. Bəzi hallarda sən eşqi o dərəcəyə qədər yüksəyə qaldırırsan ki, mənə elə gəlir eşq səndə bir həqiqətdir. Yeməyimizi yedikdən sonra adətən uşaqlarla vaxt keçiririk. Yeməkxanamızda piano aləti yerləşdirirlər. İnstrumental ifaçılıqda təhsil alan tələbələrimiz orada günün əksəriyyətini praktik edərək keçirdirlər. Biz də orada onları dinləyirik. Qarabağ Universitetində oxumaq imtahan dönəmi mənim xəyalım idi və bura qəbul olmuşam. İnstrumental ifaçılıq fortepiano ixtisasında təhsil alıram. Yataqxanada yaradılmış şəraitlə və Qarabağ Universitetindəki şəraitlə çox razıyıq və hətta burada biz müəyyən vaxtlar, asudə vaxtlarımızda gəlirik. Mən piano ifa edirəm, digər yoldaşlarım isə ətrafıma yığışırlar və biz burada çox səmərəli vaxt keçirdirik. Tələbə həyatım cəhətindən düşünürdüm ki, bura o qədər də yaxşı bir yer deyil. Çünki şəhərdə də yeni başlayıb bərpa işləri. Lakin universitetdə yaradılan vəziyyət, bizim üçün hazırlanan vəziyyət o qədər gözəldir ki, yəni bunu düşünmüşəm deyə bəzən özümdən utanıram. Qeyd edək ki, Qarabağ Universitetində 6 fakültə üzrə 22 ixtisas tədris olunur. Universitetdə 1200 tələbə təhsil alır, 200-ə yaxın müəllim, professor və inzibati heyət fəaliyyət göstərir. Həmçinin tibb ixtisasları üzrə təhsil alacaq tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin etmək məqsədi ilə Qarabağ Universitetinin klinikası publik hüquqi şəxsin yaradılması ilə bağlı da işlər davam etdirilir.